Bugün sizə hava ilə əlaqəli olaraq xəşil çalmaq istəyirəm. Onun üçün bizə nə lazımdır? Undur, yağdır, ərinmiş yağdır, bəhməzdir. Bəhməzdir, bax öz hazırladığım bəhməzdəndir. Bir də baldır, gözəl xalis baldır. Bir də duzdur. Bu xəşildən ötürü bunlar lazımdır. Kim istəyir xəşili bəhməzlə yeyir, istəyən balla yeyir, istəyən də pesoqla yeyir. İndi mən bunu hazırlayacağım. Kimin könlü nə tər istəyir, elə də yeyər. İndi bunun suyunu tökürəm qazana. Nə qədər su tökürsən mama? Təqribən 1 litr, 1 kilo, ya kilo yarım belə su tökürsən. Çox istəyirsən, çox tökürəm. Bax, bu qədər də su tökmüşəm. Bunu artırmaq da olar, azaltmaq da olar. İndi bunu qoyaq qazın üstünə, qaynamağa yaxınlaşanda. Suyu qızandan sonra biraz, sonra gətirib ununu çalıram, duzunu tökürəm, sonra ununu çalıram. Ondan sonra yavaş-yavaş o orada özü azca qaynamağa başlayır. Qızıbdır, yaxşıdır, qaynamaq istəyir, amma qaynamır. İndi buna biz biraz duz tökürük. Hə, əvvəlcə duzunu tökdün. Nə qədər ki bu su un aparacaq, mən bunun ununu töküb yavaş-yavaş qarışdırıram. Qaynamamış tökdün də? Hə, bu qaynamır. Qaynasa bunun hamısı düyür olar, çox açılmaz. Amma ki su biraz qaynar olanda tökürük. Ondan sonra da yavaş-yavaş çalırıq. Qərəlində bu özü qatılaşır, qalır. Şu qatılaşır. Mama qatılaşdı eləmi? Hə. Elə bil düyürlər var içində. O düyürlər hamısı qaynadıqca yavaş-yavaş əriyib açılacaq. Hə. Mən indi bunun ağzını örtürəm, 5-6 dəqiqə qaynasın, ondan sonra götürəcək. Mən bunu dəmirin də üstünə qoydum orada, indi ta çöl. Hazırdır. İndi gəlin, çəkək. İsti-isti də bunu yeysən, lap gözəl olur. Gətir. Çəkək, isti-isti yeyək. Əllərinə sağlıq mama. Sağ ol. Bismillahirrahmanirrahim. Bizim dibi qazmaq tutubdur. Hər saat xəşilin dibi belə olmur. Qəşəng indi qazmaqlayıbdır. Bunu yağlayıb yeyiləcək. Nəhlə yağıdır. Əvvəlcə yağını tökək. Biraz cana bu özünü çəksin. Sonra İndi bunun birinə bal tökək. Çox gözəl bir baldır, daşkəsən balıdır. Əllərinə sağlıq mama, nə gözəl görsənir. Ballayırıq bunu.
Ondan sonra yedikcə də, yəni o baldan lazım olan yerlərinə çəkirsən. Aslında ona bir damcı tuluyaq, hara tuluyaq, nəyə tuluyaq? Bəhməzlə eləyirəm. Aha. Bəhməzin də öz gözəlliyi var. Çox gözəl, dadlı bir şey alınır. Yəni bəhməz özü bir dərmandır. Baldan dərman kimi istifadə edirlər. Bir şey yaparsan. Hə, onu da qoy pişiyə də. Piş 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 piş. Bax, belə gözəl bir yağdan tökürəm. Birazca da bal tulla. Hə, bunu da Sonra bunu- yeyirsən. Hə, yumşalır. Çox gözəl, dadlı bir tamı var. Bunun qeyri-adi bir dadı var. Əllərinə sağlıq mama, nə gözəl çıxıb. İsti-isti yeyin. Halal xoşunuz olsun. Yaxşıdır. Sağ da. ol. Soymasın. Çox soyutmaq olmaz. Xəşli isti-isti yeyərlər. Qaşığı verir, bəhməzinin də dadına baxaq. Götür.